Bu gecə yetimlər atası Əmir əl-Mömininin şəhadət gecəsidir. Elə bir gecədir ki, bu gecədə yetimlər atasız qaldı. Amma həmin yetimlərdən bəziləri İmam Hüseyn əleyhissalamı və Kərbalada olan o qəhrəmanları şəhid etdilər. Ona görə əzizlər, diqqətli olaq, həyatımızda yediyimizə, içdiyimizə fikir verməliyik ki, Allah eləməsin bir gün onların qapısından yediyimiz, içdiklərimizin düşməni olmayaq. Bəzən insan yediyi, içdiyi ilə elə bir məqama gəlib yetişir, ona yaxşılıq eləyən, ona əl tutan, ona yol göstərən, ona atalıq eləyənə dil uzadır. Bizim də zamanəmiz çətin zamanədir, axirət zamandır, mümkündür. Biz özümüzə ağa bildiklərimizi haram yeyib, haram içdiklərimizə görə bir gün düşmən bilək. Ona görə diqqətli olaq. Yediyimizə, içdiyimizə fikir verək ki, daim bu pak ailənin yanında olaq. Daim bu pak ailəyə xidmətçi olaq və onları özümüzə ağa bilək və onlar ki, özlərini bu ağalara nökər bilir, onlara da hörmət qoyaq və onları özümüzə rəhbər bilək. Sağ olun, Allah amanında. Allah aqibətimizi xeyirli qərar versin.